qalmasın. Bir sənətkar var, zəng eləyir, mən çıxdığım efirlərin prodüserlarına deyir ki, niyə onu efirə çıxarsınız, niyə səndən əsil ifaçıyam mən? Danışanda deyirsən, atam yaşdasan, məni təhqir eləmə. Mən də sənin oğlun yaşdayım. Niyə sən mənim qabağıma sərhəd qoymaq istəyirsən? Sənin özünü efirə çağırmırlarsa, bugün Tolik səni efirinə çağırmırsa, bugün İsa, Lamiyə xanım, digər aparıcılar, Zahir Bəxşəliyev səni efirinə çağırmırsa, mənəm günahkar. Sənin özün Faiq Ələkbərova zəng edib deyirsən ki, məni efirə sal, məni ATV-yə çağır, bayramda ifa edeyim, amma Talih Yahyayev olmasın. Niyə? Sən məndən qorxursan? Sən ayıb deyil, sən gedirsən, mən sənə həmişə hörmətlə yanaşmışam. Mən səndən indiyənə qədər susurdum ki, çörək kəsmişəm. Çox tanınır, sənəti də var, adamın üstündə Allah var. Amma sən özün məni bugün bu dərəcə çatdırdın. Sən gedib otursan Nüşabə Ələsgərlinin evində, mənim əziz dostum, mənim həmkarım, bir universitetdə, bir kafedrada dərs verir. Gedib otursan, sən mənim dalımla qeybət qırırsan. Niyə? Nəyə görə? Mən sən yerini dar eləyirəm. Səni efirlərə çağırmırlarsa, sənin özün zəng edib Faiq Ələkbərova deyirsən ki, məni efirə çağır, amma Talih Yahyayev olmasın. Niyə? Nəyə görə? Bəli, bugün sən olmadığın yerlərdə mən varam. 2 universitetdə, Azərbaycan Milli Konservatoriyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mən dərs deyirəm. Nüşabə xanımın evində sizin dalınca Bəli, tək Nüşabə xanımın yox, Gülüstan Əliyevanın evində. Bəli, mənə bir dəfə Ülvi Qılınc dedi, dedim eybi yox, öpdüm. Sən geçsin, Nüşabə xanımı vaxt var idi, sən bəyənmirdin özün. Deyirdin, Nüşabə Ələsgərli haranın müəllimidir, haranın doçentidir. İndi gelsən Nüşabə xanımın evində gecə 11-də 12-də deyir, bezmişəm deyir. Gəlir, deyir, oturur, səndən danışır, deyir, mən icazə vermirəm. Bəli, mən bugün bunu açıq deyəcəm. Kimdir bu? Mən sənin oğlun yaşdayam, mən sənə hörmət edirəm, sən də mənə elə hörmət eləməlisən. Zəng edib efirlərə, hansısa bir digər prodüserlara, mənim əziz dostum Zahir Bəxşəliyevə, sən onun prodüserına deyirsən ki, gəlim oxuyum, sən özün istəyirsən gəlib oxumaq, amma məni dəvət edirlər. Bugün mənim əziz dostum İsa dəvət edibdir, mən gəlmişəm. Sənətkar adına hörmət qoyun. Siz yaxşı ifaçısınız, yenə deyirəm. Amma adınıza layiq hərəkətlər eləmirsiniz. Sizin kimliyinizdə mən o insanla çörək kəsmişəm. Bir dəqiqə. Mən o insanla çörək kəsmişəm. Kimliyinizə kişi deyə qeyd olunubdur şəxsiyyət vəsiqənizə. Şəxsiyyətinizə hörmət eləyin. Mən sizə xətrinizi istəyirəm, çörək kəsmişəm. Sənətinizə də hörmətim var, amma özünüzü yığışdırın. Əgər bu belə davam eləsə, Gülyaz Gülyanaq bacıları, mən açıq deyəcəm, deyir artıq yaxşı ki təzə evimizi tanımırlar. Damafonu deyir az qala dəyişərdiyi vaxtında. Nüşabə Ələsgərli özü deyir, gecə saat 11-də 12-də deyir, gəlir, Nüşabə Ələsgərlini bəyənmirdinsə, bəyənmirdin. Bəli, bəyənmirdin, deyirdin, o haranın alimidir, necə dərs deyə bilər? İndi Nüşabə xanımın evində yemək yiyirsən, qadın çörək qazanır sənətindən. Bəli, Nüşabə Ələsgərli savadlı şəxsdir. Nüşabə Ələsgərli müəllimdir, pedaqoqdur. Mənim heç nəyimdir, sadəcə iş yoldaşımdır. Bizim redaktor artıq Nüşabə xanımla əlaqə saxlayıb. Vaxt var idi. Xahiş edirəm, adını soruş Azər, mümkündürsə, mümkündürsə. Vaxt var, mənim niyə gedir? Görürsən, Gülüstan xanımı da efirə qoşmağını rica edirəm. O insanlar məni çox istəyir deməli, səndən çox istəyirlər ki, o sözləri mənə deyirlər. Deməli, bugün mən onlarla çiyin-çiyinə çalışıram. Sən onları ayda bir dəfə, ildə bir dəfə görə bilərsən, amma yığışdırın bu söhbətləri, bəsdirin. Hansısa bir efirə zəng eləyib, mən orada oxuyum, Talih Yahyayev olmasın. Sən özün istəyirsən ora getməyi. Özün deyirsən ki, mən efirə çağırın, oxuyum. Bir də mənim haqqımda gedib qadın müğənnilərin evində qeybət eləsən, gecə yarısı onun bunun evində. Mən sənin adını çəkinmədən, hamısını mən adını indi öyrənəcəyim kimdir. Detallarla mən hamısını danışacağam. Vəssalam. Özümə denən də, mənim nömrəmi bilirsən, ayrı vaxt 50 dəfə zəng eləyirsən. Nə oldu, vaxt var idi, yaxınıydıq, iş yoldaşıydıq. İndi gedirsən, mənə əziz insanlar, yəni mənim qeybətimi etmə. Onsuz da onlar mənə deyəcəkdir. Bildim artıq. Bizim redaktor Azər bu adını çəkdiyiniz sənətkarlardan birinə zəng edib və onun adının hallanması, yəni gəlib sizə xəbər çatdırır. Zənglər gəlir artıq. Gəlirmi artıq? Zənglər gəlir. Yəni mən bir dənə rica edərdim, ümumilikdə bir dənə fon musiqisini qaldıraq, bizim səsimizi alın. Sən bayaqları tərifləyir. Bayaqlar, nəyə görəsə də. Nəyə tərifləyirsən?